Ey insanlar! Yalnız uca Allah'a dua edin. Bugün bir çox insanlar çətinlik və ehtiyac anında Allahı çağırmaq əvəzinə qəbir və türbələrə üst tuturlar. Halbuki Quran-ı Kərim açıq şəkildə bildirir ki, dua yalnız Allaha edilməlidir. Dua Allahla bəndə arasında birbaşa rabitədir. Uca Allah özü buyurur ki, mən yaxınam, mən eşidirəm, mən cavab verirəm. O halda niyə başqa yerlərə üst tutursunuz? Və qalə rabbukum ud'uni əstəcib ləkum. Rəbbiniz dedi, mənə dua edin, sizə cavab verim. İnnellezîne yestekbirûne an ibadeti. Həqiqətən mənə ibadət etməyə təkəbbürlük göstərənlər səyədxulûne cəhənnəmə dəxirin. Tezliklə cəhənnəmə rüsvay olaraq girəcəklər. Əmmən yucibul muttarra izə də'ahu. Kimdir darda qalanın duasına cavab verən? Və yəkşifis su. Və kimdir pisliyi uzaqlaşdıran? Və yəc'alukum xulafə'əl ard. Və kimdir sizi yeryüzünün xəlifələri edən? İlahun mə'allah. Allahla yanaşı ilah mı var? Qalilən mə təzəkkərun. Siz necə də az düşünürsünüz? Bu belədir. Zəlikə bi ənnallaha huvəl haqq. Çünki Allah haqqın özüdür. Və ennəmə yəd'un min dunihil batil. Və ondan başqa yalvarıb çağırdıqlarınız isə batildir. Və ennallaha huvel aliyyul kebir. Və həqiqətən Allah ucadır, böyükdür. Məgər mülkün sahibi Allah deyilmi? Məgər mülkün sahibi Allah deyilmi? Məgər verən və alan o deyilmi? Məgər hər şeyin sahibi o deyilmi? Məgər dualara icabət edən o deyilmi? Nəyin sənin zərərinə və nəyin sənin xeyrinə olduğunu bilən o deyilmi? Məgər mən sənə şah damarından da yaxınam deyən o deyilmi? Sənə səndən yaxın olan, səni bir an nəzarətindən kənar qoymayan o deyilmi? O zaman nə üçün yalnız ondan istəmirsiniz? Nə üçün qəbirlərə üst tutursunuz, türbələrə üst tutursunuz? وَلَقَدْ خَلَقْنَا الْإِنسَانِ And olsun ki insanı biz yarattık.